Salam, blok ikinci şans imtahanına hazırlaşırıq. Sual nömrə 5. Trigonometrik tənlik verilib, tənliyin həllini soruşur. Biz bilirik ki, sinus kvadratı x dərəcə azaltma düsturuna görə 1 minus kosinus 2x böl 2'ye bərabərdir. İndi gəlin tənliyin həllinə keçək. Olacaq 1 minus kosinus 2x böl 2 bərabərdir 4'te 3'e. Burada 2 ve 4 ixtisar gedir. 1 minus kosinus 2x bərabərdir 1/5'e. Kosinus 2x bərabərdir mənfi 2'de 1'e. Biz de bilirik ki, trigonometrik tənliklərdən, yəni kosinus x bərabərdir mənfi a-dırsa, yəni ədədimiz mənfidirsə, pi-dən çıxırıq. Plus minus da yazılır kosinusda. Yəni plus minus pi minus 2'de 1'e alır 60 derecede. 60 derecede pi böl 3 deməkdir. Dövrü de 2 pi k. Buradan 2x bərabərdir plus minus 3'de 2 pi. Üstə gəl 2 pi k. X tapmaq üçün də hər tərəfi 2'ye bölürük. Olacaq x bərabərdir plus minus pi böl 3 üstə gəl pi k. Yəni düzgün cevap olacaq A variantı.